Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Basescu və Gürcüstan Prezidenti Mixail Saakashvili birgə şam etdilər. Sonra dövlət başçıları dənizkənarı Milli Parkda gəzintiyə çıxdılar. Bildirildi ki, son illərdə Bakıda park və bağların yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bundan əsas məqsəd insanların mənalı istirahətini təşkil etməkdir. Bakıda aparılan yenidən qurma işləri dənizkənarı Milli Parkda da geniş vüsət alıb. Paytaxt sakinlərinin və Bakıya gələn qonaqların ən çox üz tutduğu məkanlardan biri olan bulvar son bir neçə ildə görkəmini tanınmaz dərəcədə dəyişib. Yenidən qurma işləri zamanı milli üslubla beynəlxalq təcrübə peşəkarlıqla uzlaşdırılıb. Hazırda öz gözəlliyi ilə diqqət çəkən Bakı bulvarı Azərbaycan paytaxtına xüsusi yaraşıq verir. Daha sonra qonaqlar İçəri şəhərə gəldilər. Bildirildi ki, Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçəri şəhər dünya mədəni irsinin nadir abidələrindəndir. Azərbaycan tarixinin canlı əfsanəsi olan İçəri şəhər mimarlıq kompleksi dünyada misilsiz abidələrdən sayılır. Burada aparılan arxeoloji qazıntılar zamanı milli dövlətçilik tarixinin açılmamış səhifələri öyrənilib. Böyük İpək yolunun üstündə yerləşən qədim Bakının strateji əhəmiyyətini təsdiq edən tarixi faktlar aşkar olunub. Elə buna görə də 1985-ci ildən Dövlət Tarix Mimarlıq Qoruğu elan edilən İçəri şəhər 2000-ci ildən UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilib. İçəri şəhərin ən mühüm tarixi tikililərindən olan Karvansara da qonaqlarda böyük maraq doğurdu. Qonaqlar İçəri şəhərdə nümayiş olunan milli sənətkarlıq nümunələrinə də baxdılar. Daha sonra dövlət başçıları Fəvvarələr meydanında oldu. Qeyd edildi ki, Bakının ən gözəl istirahət məkanlarından biri olan Fəvvarələr meydanı artıq əsaslı bərpa və yenidən qurma işlərindən sonra daha gözəl və daha orijinal formada paytaxt sakinlərinin istifadəsindədir. Burada paytaxt sakinlərinin və qonaqların istirahətinin təşkili üçün hər cür şərait yaradılıb.